Bir vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılan keçmiş qondarma rejimə dırnaqarası rəhbərlik edənlər, hazırda isə Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətdikləri üçün Bakıda mühakimə olunan Ermənistan vətəndaşları məhkəmədə etiraf edirlər. Təqsirləndirilən Arkadi Qukasyan, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabda dedi ki, Azərbaycanın suveren ərazilərini işğal altında saxladıkları zaman qondarma rejimdə müxtəlif idarəetmə üsulları tətbiq ediblər. O, 1993-cü ildə qondarma parlamentə üzv seçildiyini və dırnaqarası sədrinin Georgi Petrosyan, qondarma rejimin dırnaqarası baş nazirinin isə Robert Köçəryan olduğunu dedi. 1992-ci ildə məsələləri mərkəzləşdirilmiş qaydada həll etmək üçün dırnaqarası Nazirlər Kabinetini özündə birləşdirən Dırnaqarası Dövlət Müdafiə Komitəsi yaradılıb. 1992-ci ilin yayında qondarma rejimin dırnaqarası müdafiə ordusunu formalaşdırıblar. İlk komandanı Serj Sarkisyan, sonra isə Samvel Babayan olub. 1992-ci ildə qondarma rejimin komandirlərini dırnaqarası parlament təyin edib. Bundan sonra isə bu məsələləri Ermənistan tənzimləyib. Çünki o zaman qondarma rejimə dırnaqarası rəhbərlik edən Qaren Baburyan və Robert Köçəryan Ermənistan rəhbərliyinə müraciət edərək münaqişə həll olunanadək təhlükəsizliyə və məsuliyyətə cavabdehliyi üzərinə götürməyə xahiş ediblər. Həmin dövrdən etibarən dırnaqarası hərbi qurumun rəhbəri Ermənistanla razılaşdırıldıqdan sonra təyin olunub. Ermənistan elan edib ki, qondarma rejimin təhlükəsizliyinin qarantıdır. Məsələlər Ermənistan rəhbərliyi ilə razılaşdırılıb. Məhkəmədə Ermənistanın keçmiş qondarma rejimin təhlükəsizliyini və məsuliyyətini üzərinə götürməsini təsdiqləyən video nümayiş olundu. Həmin videoda Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan qondarma rejimin nümayəndələri ilə görüşür. Levon Ter-Petrosyan çıxış edərək Ermənistan adından qondarma quruma ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti verdiyini söyləyir. Bunu təsdiqləyən sənədi imzalayacağını deyir. Əgər siz məndən tələb edirsiniz ki, bu sənədi imzalayım, mən imzalayacağam. Amma ondan sonra siz utanacaqsınız. Mən bugün də o sənədi imzalamağa hazıram. Həmin vaxt vertolyotda müqavilə sənədini də hazırlamışdım və orada mənim verdiyim bütün zəmanətlər öz əksini tapmışdı. Bu da sizin təqdim etdiyiniz sənəddə qeyd olunub. Bundan sonra Levon Ter-Petrosyan əlində tutduğu kağızı imzalayır. Belə izah olunur ki, həmin kağız Ermənistanla qondarma rejim arasında təhlükəsizliyin və zəmanətin İrəvanın üzərinə götürməsinə dair müqavilədir. Deməli, bu müqavilə sonda mənim və sizin tərəfinizdən məxfi sənəd kimi imzalanacaq. Bu barədə heç kimin məlumatı yoxdur. Hətta dostlarımla belə məsləhətləşməmişəm. Bu sənəd vertolyotda yazılıb və burada şahidlər də mövcuddur. Bu məxfi müqavilədir və yalnız iki tərəfin razılığı ilə bu müqavilə ictimaiyyətə açıqlana bilər. Müqavilə iki nüsxədən ibarət olacaq. Biri sizdə qalacaq, digəri isə bizdə saxlanılacaq. Ardınca bildirir ki, Dırnaqarası Dağlıq Qarabağ beynəlxalq ictimaiyyətin, Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və xüsusilə Ermənistan prezidenti Levon Ter-Petrosyanın zəmanətlərinə güvənir. Əlavə edir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir. Həmin müqavilə ilə Ermənistan münaqişə başa çatanadək qondarma rejimin təhlükəsizliyini üzərinə götürdüyünə dair zəmanət verir. Təqsirləndirilən Arkadi Qukasyan videodakı faktları təsdiqlədi. Həmin görüşdə iştirakını etiraf etdi. Bildirdi ki, bu 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra baş verib. Amma dəqiq tarixi xatırlamadığını söylədi. Təxminən 1993-cü ilin may-iyun ayları olduğunu dedi. Bildirdi ki, həmin vaxt o qondarma rejimin dırnaqarası deputatı olub. Kəlbəcər rayonu işğal edildikdən sonra BMT Təhlükəsizlik Şurası qoşunların Azərbaycan ərazilərindən çıxarılmasına dair qətnamə qəbul edib. Həmin vaxtda da isə təşkilat Şuşa və Laçının işğalına dair belə bir qətnamə qəbul etməmişdi. İlk qətnamə Kəlbəcərin işğalından sonra qəbul edildiyindən həmin vaxt artıq Ermənistanda başa düşüblər ki, BMT Təhlükəsizlik Şurasının sənədlərini və öhdəliklərini yerinə yetirmək lazımdır. Qətnamədə qüvvələrin Kəlbəcərdən çıxarılmasına dair çağırış əksini tapıb. Arkadi Qukasyan görüşlərdə məsul şəxs kimi iştirak etdiyini söylədi. Bildirdi ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirsəydik, zəifləyə bilərdik. Ona görə də Ermənistana müraciət etmək ideyası yaranıb. Arkadi Qukasyan dövlət ittihamçılarının suallarına cavabda bildirdi ki, həmin görüşdə Ermənistanın və qondarma rejimin rəhbərləri iştirak edib. Ermənistan rəhbərliyi təhlükəsizliyin tam təminatına dair zəmanət verib. Dedi ki, o vaxtlar son anda Georgi Petrosyan
sənədi imzalamaqdan imtina edib. Ola bilsin ki, məsuliyyəti üzərinə götürmək istəməyib. Bundan sonra Karen Baburyan qondarma parlamentin dırnaqarası sədri vəzifəsini icra edib. Karen Baburyan Dırnaqarası Müdafiə Komitəsinin sədri Robert Köçəryanla birlikdə Levon Ter-Petrosyanın təqdim etdiyi sənədi imzalayıb. Təqsirləndirilən dedi ki, həmin vaxt Levon Ter-Petrosyan əvvəlcə sözlə zəmanət verib, amma dırnaqarası rejimin rəhbərliyi ondan yazılı zəmanət istəyib. Arkadi Qukasyan, baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən, təqsirləndirilən David Babayan onu fikirlərindən yayındırmağa çalışdı. Hakim bununla bağlı David Babayana xəbərdarlıq etdi. İclasda təqsirləndirilən David İşxanyan iş üzrə keçən sübutlarla bağlı dövlət ittihamçısının suallarını cavablandırdı. Qeyd edək ki, ötən iclasda ermənilərin David İşxanyanın haqqında hazırladığı video nümayiş olunmuşdu. Həmin videoda çıxış edən David İşxanyanın döyüş dostları onun əlinə ilk silah götürənlərdən, Daşnak-Sütun Partiyasının üzvü olmasından, 28-ci tabora komandirlik etməsindən, döyüş əməliyyatlarında iştirakından danışıblar. David İşxanyanın 1989-cu ildə Daşnak-Sütun Partiya sıralarına qəbul olunduğu, təşkilatın silahlı müqavimətinin təşkili ilə məşğul olunduğu, tez bir vaxtda partiyanın gənc qabaqçılarından birinə çevrildiyi, Azərbaycan ərazilərini Ermənistanla birləşdirmək arzusu ilə mübarizə apardığı qeyd edilir. David İşxanyan həmin videoda bildirir ki, Daşnak-Sütun Partiyasının qərarı ilə tələbə dəstəsinin müxtəlif üzvləri öz rayonlarında və kəndlərində yerlərdə işləri təşkil etmək üçün səpələniblər. Videoda müsahibə verən Abrik Hayrapetyan bunun üçün David İşxanyanın apardığı fəaliyyətdən danışır. David İşxanyan dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda dedi ki, o 1989-cu ildə Daşnak-Sütun Partiyasına üzv olub və hazırda həmin təşkilatın üzvüdür. İddia etdi ki, adı çəkilən partiya siyasi təşkilatdır və filmdə niyə belə deyildiyini bilmir. Qeyd etdi ki, onların hərəkatında və mübarizəsində Daşnak-Sütunun özünə məxsus yeri olub və bu təkzib olunmur. Bundan sonra David İşxanyanın Daşnak-Sütunla bağlı fikirlərinin yer aldığı 2016-cı ildə Qondarma Qurumun televiziyasına verdiyi müsahibə nümayiş olundu. Erməni aparıcı Daşnak-Sütun hərəkatının Qarabağa silah-sursatla gəldiyinin artıq kimsədə sirr olmadığını və tarixdə dırnaqarası parlaq səhifə yazdığını deyir. David İşxanyan isə müsahibədə bildirir ki, Daşnak-Sütun Qarabağa gəlməyə bilməzdi. Daşnak-Sütun Qarabağdakı ermənilərin təkcə silah-sursatla deyil, maddi və insan resurslarının təminatı ilə də məşğul olub. Bildirir ki, partiya dırnaqarası ordu quruculuğunda parlaq fəaliyyət göstərib. Müxtəlif qurumların yaradılması Daşnak-Sütun üçün qalxan rolunu oynayıb. O dövrdə Daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşıb. Müsahibədə David İşxanyan onlardan biri olduğunu söyləyir. O, ən düzgün yolun işğal etdikləri Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi olduğunu deyir. Qeyd edir ki, əsas və son nəticə bu olmalıdır. Nümayiş olunan video ilə bağlı David İşxanyan müsahibədə dediklərini təksib etdi. Bundan sonra təqsirləndirilən Lyova Mnatsakanyan Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırdı. Dedi ki, ordu sıralarında 1992-ci ildən xidmət edib. O, Aşot Qulyanı tanıdığını və onun birinci bölüyün komandiri olduğunu söylədi. Bildirdi ki, Aşot Qulyan Şuşa, Ağdərə və Əsgəranın işğal əməliyyatlarında iştirak edib. Sonra növbəti video nümayiş olundu. Həmin videoda Lyova Mnatsakanyan bildirir ki, Şuşanı tutan zaman Aşot Qulyanın bölüyündə olub. Bölük Şuşa qalası istiqamətində fəaliyyət göstərib. Samvel Karapetyan Mərkəzi Müdafiə rayonunun artilleriyasının təşkilini ona etibar edib. Bununla da artilleriya təminatında problem olmamalıymış. İlk əməliyyatlar Canyataq, Gülyataq, Boy Əhmədli istiqamətlərində olub. Bu istiqamətlərdə gözləntiləri doğruldublar. Amma məhkəmə prosesində o həmin bölükdə olmadığını iddia etdi. Bildirdi ki, Şuşaya mayın 10-undan sonra gedib. Həmin bölüyün birinci əməliyyatı Ağdərə istiqamətində olub və müsahibənin Şuşa əməliyyatı ilə əlaqəsi yoxdur. Şuşa və Laçın əməliyyatlarında iştirak etmədiyini iddia etdi. Kəlbəcərdə isə bir yüksəkliyin tutulmasında iştirak etdiyini söylədi. Əlavə etdi ki, 1993-cü ildə əsas istiqamətimiz Ağdərə, Ağdam, Cəbrayıl və Füzuli olub. Lakin bu, rayon mərkəzlərinə aid deyil. Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq,
göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.